Dedi ki o okumadı. Yok, okumuyor. Haradadır? Oku. Deməli, Deri komitəsinə Həsənov Sabir komitənin sədri kimi. 2. Nəbiyev Qəhrəman, Nəcəfov Məhraməli, Hacıyev Nurəddin, Ağayev Nəriman, Qardaşov Telman. Bu qədər. Başqa burada təklifat yoxdur Lerik arasında. Ona kim razıdır, xahiş edirəm, mandatları qaldırır. Kim etiraz edir? Kim bir tərəfdir? Sumqayıt. Birinci, bu seçilən yoldaşların hamısını gəlin ürəkdən təbrik edək və deyək ki, sizə çox böyük məsuliyyətli və bir şərəfli yol keçmək lazımdır. Amma o demək deyil ki, indidən deyək ki, yoldaşlar nə dərəcədə özlərini göstərəcəklər, bunu necə deyilən maksimum işləmək və işləmək lazım olacaqdır. Çünki yeni yaranmış partiyadır, bunun uğrunda mübarizə aparmaq lazımdır. İndi sədrin seçilməsi haqqında təkliflər olmalıdır və öndəki bu ya gizli səslə olmalıdır, ya açıq səslə. Onda fikir zədər. Buyurun, nə demək? Oranı, o mikrofonu. Buyurun. Mən təklif edirəm ki, əgər etiraz olmazsa, həm açıq səs verməklə, həm də ki, gizli səs verməklə olsun. İkisini də biz təcrübəsini biz burada yayaq. Yaxşı olar. Yox, bir səs olmaz, ya bir də, ya açıq səslə, ya da təklifini tanıdır. Yoldaşlar deyir ki, əgər gizli olsa yuvana öl burada. O elə açıq səs verməklə olsun. Açıq səs. Bəli. Buyurun. Bir dəqiqə, sözü var da yolda. Aziz və hörmətli Talış xalqım, çoxdan arzu elədiyim Talış xalqının belə ürəyi açıq dolu Talış xalq deməyini mən arzu edirdim. Bugün isə mən öz arzuma çatmışam. Talış xalqının gözəl təbiəti var və bu təbiətdən istifadə edib mən öz ürək sözlərimi, salamlarımı təmtəraqlı sürətdə sizə bildirmək istəyirəm. Ən əvvəla icazə verin, sizi Talış torpağımızın gül çiçəyindən, onun əsrarəngiz təbiətindən, yamyaşıl çəməliklərindən Talış xalqı çox gözəl bilir ki, onun nə gözəl şırşır bulaqları var. O şırşır bulaqdan axan sərin sürülü bulaqların çeşmələrindən sizə salam edilir. Qoy mənim salamım, aydın gecələrin ulduzları kimi Talış xalqının üstünə işıq saçsın. Qoy biz də bütün arzularımızı bu ulduzlar altında həyat edir. Çox sağ ol, sağ ol. Yaxşı, onda deməli təklif var, Ataxan nə demək istəyirsin? Bura. Bir dəqiqə sakit olun. Ataxan Əbilovun sözü var, buyur günə. Hörmətli qurultay nümayəndələri, biz qurultayımızı yüksək səviyyədə keçirtmək, necə deyərlər, demokratiyanın bütün imkanlarından istifadə etmək üçün birinci növbədə bizim vəzifəmiz bundan ibarət olmalıdır ki, burada sədrin seçkisi gizli keçirilməlidir. Biz Hilalın xəttini çox istəyirik və çox arzu da edirəm ki, və şübhəsiz ki, Hilal Məmmədov sədr seçiləcək, həm açıq yola, həm də gizli yola. Sadəcə olaraq biz bunu gizli səs vermək ilə keçirsək, uğurlarımız daha çox olacaq. Mən bir balaca Ataxan məndən inciməz, Ataxan məndən inciməz. Ay yoldaş, bir dəqiqə. Ataxan müəllim məndən inciməz, amma gəlin qabaqcadan sizəmi deyək ki, şübhəsiz filan kəsir, gəlin belə demokratiyadan danışırıq da, onda demokratik usulla hərəkətini axıracaq. Deməyək hökmən Hilal seçilir. Bu artıq demokratiyanı pozmaqdır. İndi sözüm ondadır. Deməli təklif var. Gizli, bir də açıq. Deyirəm də indi səsə qoyacaq. Yox, eləməmişik. Hələ yox, hələ eləməmişik. İndi
iki təklif var. Deməli, təklifin biri açıq səslə, ikincisi demokratiyanı gözləmək və bütün o normativlərə necə riayət eləmək üçün gizli səs verməlidir. Əvvələ açıq səs verməyə kim tərəfdardır? Mandatları qaldırsın. Saymaq lazım. Həzi o saymaq. Ona göre bir səsə qoymuşlar. Bir dəqiqə. İki şey çətindir. Bir işi başlamaq, bir də onu sona yetirmək. Birisi yaxşı başlamışdı, deyəsən sonluqda bir balada işimiz dolaşar çəkir. Sədr mütləq bizi seçilməlidir. Daha bunun başqa yolu yoxdur. Bir dəqiqə. Mərkəzi komitənin sədri alternativ yolla gizli seçilməlidir. Mütəzziq etsin. Oldu. Deməli, buyurun. Bir dəqiqə. Bunu nəzərə alın. Mərkəzi komitə Bakıda olmalıdır, sədr Bakıda olmalıdır. Mən bunu edilməm ki, Zəngəvanda eləsin, buna sədr deyil. Yoldaşlarım, bir dəqiqə. Geri götürəm namzədi. Yoldaşlarım, bir dəqiqə mənə söz verin. Deməli, hələ bir dəqiqə. Bir dəqiqə. Yaqub bəlim, nə sözünüz var? Demokratik olmaq üçün, Bəli. həm də alternativ olmaq üçün, hökmən birinci nəfər olmaq üçün. Bəli. Təşkil edirəm ki, Şahin Zeynalov, mən Şahin Zeynalovu təşkil edirəm. Şahin Zeynalov. 3 nəfər. Sonra? Deməli, Əbülfəz Rəcəbov. Gəldiler. Yazın ha. Buyurun. Artıq özlərini prezident aparat kimlərsə baxır onlara. Ay cəmat, real olun. Həyatı açıq gözlə baxın. Biz heç nə eləmirik, heç nə paylamayacaqlar. Vəzi paylamayacaqlar. Talış Xalq Partiyası xalq zəbəndi deyil hökumətə gələ. Əhməd şu aydın. Başı aydın deyil, tutarız bu işi. Açıq səs vermək xalq səs verdi. Siz nə hökumət yapsınız, tutarız. Təsvirlə Miran Məmmədov. Başqa namizəd ola bilməz. Hökumət gələr, alternativ olar. Orada yazılır, hökumət alternativ olar. Bana bir şey hörmətim var. Gəlin, cevap, pul, o üçün mən Bir dəqiqə. Yaxşı. Ben söz. Verəcəm. Demək, irəli sürülən hər hansı bir namizəd layiqdir. Kimdir layık? Yox, onu demirəm. Layiqdir, ancaq insanı bu dərəcədə alçatmaq, mən bunu alçatmaq kimi qəbul edirəm. Əgər Hilal Məmmədova kimin etirazı varsa, səs salasın və yaxud səs verməsin. Yəni, qeyri-normal baxış bu sözün dalında durmaq olmaz. İstər bunun, əgər kimin etirazı varsa, səs verməsin ona. Başqa söhbətdən istifadə eləmək. Oldu, çox sağ olun. Amma bir dəqiqə. Təşkil salmaq lazım deyil. Özə nə dər hörmət edirsiniz, özünüzür rəyasət heyətdə. Amma rəyasət heyəti hələ heç bir xələl iş görmürdü və bir də səs verməni hələ qoymamışam mən. Ben demiştim ki 2 təklif var. Biz birbirimizi burada ya başa düşmürük, ya yalanda kimse burada panika bırakır. Xahiş edirəm. Mən Hilalı səndən qatdı çox istəyirəm. Xahiş edirəm mənə qulaq asın. Əyləşin sonra. Burada çoxuz mən. Əyləşin Əgər sonra. istəyirsiniz, biz Hilalı seçək. Biz sizə say komissiyası var. İndi bu saat deməli namizədlər səsə qoyulacaq. Hilalı istəmirsiniz, mən də Hilala səs verəcəm. Açıq deyirəm burada. Ona görə hamı götürüb, qalan namizədlərin üstündən məmnuniyyətlə xətt çəksin. O salsın yeşiyə. Bayaqdır. Kimi istəyir? Mən xahiş edirəm sizdən. Şahin mənim istəyir. Qardaş, mümkün deyil, biz o qədər maya qoymuşuq, biletin zakat eləmişik. Necə yəni? Mehdi bəy, çağırdır. Çağırdır, çox sağ olun. Bir dəqiqə. Əbülfəz mənim.
Yoldaşlar, mən bayağı hətta mərkəzi komitəyə girməyə etiraz elədim. Sədr olmaya daha çox etiraz edirəm. Bunun iki səbəbi var. Bir də bunun iki səbəbi var. Əvvələ mən böyük ictimai vəzifəm var. Yoldaşlar gərək ki bilirlər, mən Respublika Asali Xalqa Şurasının sədriyəm. Onun necə deyərlər, hüquqlarımı, işini, Talış Xalq Partiyasının işindən heç razı deyil. Bu birincisi. İkincisi, dünən Bakı Komitəsinin iclasında mən adlarını biləcəm, iki yoldaş bəyanat irəli sürdü, yazılı şəkildə. O bəyanatdan belə çıxdı ki, əgər partiyada üç sədr olmasa, onda partiyada parçalanma əmələ gələcək. Üç sədr deyəndə, Barat mənə bağışlasın, Baratın adı orada çəkilmədi, mənim, Şahinin və Hilalın adı çəkildi. Mən orada dedim ki, yoldaşlar, mənim partiyanın sədri işləmək fikrim yoxdur. Bu fikrimdə də dururam. Və mənə elə gəlir ki, mən öz ölçünüzü istəyirəm, bir alim kimi Talış xalqına daha çox fayda verə bilərəm, nəinki Talış Xalq Partiyasının sədri kimi. Yox, bir dəqiqədə, o yeni götürmür, səs verək də, bir dəqiqədə səs verək də, nədən? Hilalı deyil, deyərəm də. Ya, birinci, onda kim razı deyil, Hilal Məmmədov, sədr seçilsin, səsdir. Yaxşı, etiraz edirəm. Dedik, müraciələri kifayətdir. Ay, bəsdirin, yaxşı. Onda kifayətdir, gəlin biz bir dəqiqə eşidin axırıncı sözümü deyim, sonra Hilala 2 dəqiqəli vaxt verəcək. Bir dəqiqə. Ona görə sizin hamınızın adına, öz adımla Hilal Məmmədovu ürəkdən təbrik edək. Arzu edək ki, Hilal doğrudan da bu partiyanın gələcək fəaliyyətində ona görə onu ürəkdən təbrik edək və ona müvəffəqiyyətlə o partiya uğurlar olsun. Yaxşı, kifayətdir. Sözü veririk Hilal Məmmədova. Buyur Hilal var. Hala Mərkəzi Komitə Büro üzvü bonda, Mərkəzi Komitə Aşıqlarımızda Büro üzvü Mərkəzi Komitə nümayəndə həmə bak bonda. Ve az teşekkür kardam ba şuma hamakasi ve minnettarım ki bu etibar kardınız. Ama ancak çünkü en lezzet düst barat kasım ki ile klezva ile İstanbul çünkü eğer sen olmasan ben geri götürürüm. Ben bunu çok sevindim onu diyende. Sevindim ki deməli Barat büyük bir məktəb yaradı orada. Çok büyük bir məktəb yaradı. Ben haradasa Doktor Barat'ı özüm için böyük bir müəllim hesab edirəm. Çok büyük bir müəllim hesab edirəm və mən heyif ki sədr seçildim. Mən öz geri götürmək istəyirdim namizədimi, o da elə bir vəziyyət yarandı. Mən bir daha sizin hamınıza minnətdarlıq bildirirəm və şəxsən, açıqandan, xıdavan da alam, çəx tabamı ömür dua şey. Am ömrü ki, toluşur varın sağ baxam. Sağ olun. Oldu. Ona bir dəqiqə, bir də bizdə burada deməli, necə deyirlər, bir işi də görməliyik. Onu Hilal özü deməlidir ki, kim mavin olsun, sədrin mavini. Onu da açıq səs vermə yoluyla. Deməli, Sayış Qardan, TV və televizyon nədə səbəbi Ümidiyum və Məmməd İsmail ilə etiraz məktubu oldu. Bəyanatı deməli, az idəqə, asal Çaba Qurultay axırada qətnamə ilə bəyannamə bağımdır. Yox. Deməli, az Çaba nizamnamada məlum edəni ki, çoğunla, məsələn, Babel, azdan, məsələn, dəqiq zəndanim ki, 2 kat, 3 kat Babel müavin bey, ya ne? Əgər bözmü bey, az 3 katı təklif vardan müavin təklif. oldu. Kim tərəfdardır? 3 mavin seçilməyinin mandatları qaldırsın. Bir dəqiqə, olmaz 3 mavin. 3 mavin. Olmaz. Nə kadar nizamlamada olacaq, nə proqramda. Əgər büro üzvləri
15 nəfərdən ibarət olacaq. 11, sonra da 4 nəfərdə namizədlik olar. Aydındır, 3 nəfər. Buyur Hilal. Deməli, az iminci, az təklif qordam ki, əgər Kəmər Toluş Mahol üzrə, yəni həmə rayonun Toluş Mahol komitə inşallah əv təşkil bakamı, az zona üzrə rəhbərliyi, başda qeypəqada kəz, azcığı saf ayız əminim ki, Doktor Barat bəbi. Əvvəl ki, əgər Doktor Barat bəbi etirazda bu qədər iminci əv. Deminci, birinci bir də səhsə qoyayım. Kim razıdır? Deməli, Barat Qasımov, deməli, sədrin müavini kim etiraz edir? Bir tərəf. Barat bəlim, sizi də təbrik edirik. deməli, deminci, deminci az təklif qordam ki, Profesör Tarıverdi Azizov, əv müavin təkrar ve az iştəni məmnun lisə bakam, əgər əv nəhayət kadın budan gəqo az Doktor Barat işten budam tasvirmə bu ki ruziye bu da anlatılışım bu da var. Mən təklif edirəm ki, səsə qoyaq. Kim razıdır Profesör Tarıverdi müəllim? Muavin olsun, mandatları qaldırsın. Səs əleyhinə olan yox ki. Yox və deməli, seminci baba ən necə düz və hansı ki, axır uqat məvi, yəni həddindən artıq bu ki şəhərədə, hansı ki, Kəmər hərəkatı başlayanda, Toluşi hərəkatı, iminci başlanıqı, sıfırıncı mərhələ müvəqqəsilə qılay, Mehdibəy Səfərovi. Əgər Cəfər Çaparlı adına kinostudiya işçiyə həmən kiçik məqsəd edəcək. Onda deməli kim razıdır? Mehdi Səfərovun sədrin müavinlərindən biri səs verir. Etiraz. Bir tərəf. Mehdi bəli, sizi də təbrik edirik. Mərsəyə gətirək. Arzu etmək istiyor. Deməli, mərkəzi komitə üzvün həmə bağmandın, qətnama bağlandın. Kiyə? Qətnama navışdəqəz kiyə? Mirahmət. Mirahmət bəli. Deməli, Mirahmət də qətnama bağlandı ki, qurultayı qətnama. Mədəniyyət evinə 70 ildən artıq ömür sürər. Öz müstəmləkəçilik və qəsrşahlı siyasəti ilə Peşəkar Rusiyasına fərqlənməyən ilk Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əli Rəsulzadəni totalitarı adlandırdığı bir rejim çölmüş Sovet imperiyasının parçalanması onun hududlarında yaşayan tüm kölə xalqlarının milli oyanışa təkrar edir. 1922 illərdə Azərbaycanda yaşayan digər xalqlar kimi xalq xalqının həyatında da silinmə izlər bırakmış. Amma Ağustos 1922 ildə Azərbaycan İnqilab Komitəsi sədri Nəriman Nərimanov və Xalq Təhsil Komissarı Dadaş Bünyazları və Azərbaycan ərazisində yaşayan milli artıqların dil və mədəniyyətlərin inkişaf edilməsi ilə bağlı xüsusi qeyrət imzalanması milli artıqların öz ana dillərində təhsil alan və milli mədəniyyətlərini, əsrlərini inkişaf etdirmə hüquqlarına malik olmasına səbəbdir. Taluşun xarici etnoqrafiyasının, dil və mədəniyyətin öyrənilməsində xidmət edən Talış qiyamının öyrənmə cəmiyyəti yaradılmışdır. İbtidai məktəblərin Talış dilinə keçməsi, bu dildə rayon qəzetlərinin nəşri, radio verilişlərinin verilməsi, Talış texnikumunu, öğrenci texnikumunu, Talış tiyatrının, Talış tiyatrlar şöbəsinin xeyli axıra tədris və mədəniyyət ocaqlarının açılması 1939-cu ilə qədər Talış xalqının milli özünəfər prosesinin oyanmasına böyük təkrar verilmişdir. 37-38-ci illər repressiyası illərindən sonra keçmiş SSR arasında yaşayan bütün bir dəqiqə bağışlayın. Xahiş olunur qərar hissəsində. Onun yoxludur, yoxsa çox uzundur mu? Hə, qutarı? Digər xalqların da fəaliyyəti başlamışdır. Bunun adının və dilində yaşa etdiğinde ədəbiyyatları, onun müəllifləri belə bir söyləyənlərdə öyrənmişdir. Geçmiş SSR arasında yaşayan bütün başqa xalqlar Talış xalqının da sosial ömürləri göz qabağındadır. Kim var?
Yaxşı, davay. Yoldaşlar, qonaqlar gözləyir, gəlin başlayalım. 5 nəfər var. Araba yaşayabilir. Sen oyun bacağında. Sedakan oyun bacağında yok. Dağları getirip taklamak veriyoruz. Başlayın, getdik. Sen Böyle. Burada mı? Buradayım. Yok, sen davet olmuşsun. Davet olmuş. Davet kimi gelsin. Var yoktur da gedim oturma. Konak kimi gel bura. Tamam. Üzüldü. Aşı yüzü olmadı yok. Orada yok. Bakın 6 minüsü var. Sıramasına geldi Hasan. Ha Seray. Yok ona verilip onu varız bir davetle. Kaç yıl içerisinde numaralar için. Orada geldi. Ben sana iki tane var. Masada sana ver. Kürt oluşum parçalar. Ters. Hande döner. Başka? Ay para ya. Ay. Neyse kardeşim. Zapato başa kaldı.
kardeş bacılarımızın ruhunu bir dəqiqə sükunda yad edir. Allah şəhidlərimizi yaxlar. Hörmətli qurulda iştirakçılar. Qurultaya 8251 nəfər partiya üzvümüzdən 201 nəfər nümayəndə dəvət olunmuş, onlardan 165 nəfər nümayəndə bugün qurultayımızda iştirak edir. O cümlədən qurultayımızda nəzarətə çatdırırıq ki, digər partiya və ictimai təşkilatlardan və eləcə də Respublikanın rəhbər orqanlarından bugünkü qurultayımızda iştirak etmək üçün qonaqlar dəvət olunmuşlar. Bugün 45 qonaqlarımızdan 45 nəfər iştirak edib, xüsusən Bakı şəhərindən bir sıra partiyaların, Müstəqil Azərbaycan Partiyası liderləri, Sosial Demokrat Partiyasının nümayəndələri, Milli Tərəqqi Partiyasının, Van Vahid Azərbaycan Milli Birlik Partiyasının milli nümayəndələri, Azərbaycan Xalq Cəbhəsinin, Prezident aparatının millətlər arası münasibətlər müşavir naziri iştirak edir, İlham müəllim burada. Və o cümlədən Respublika Azərbaycan Ləzgi Demokrat Partiyasının liderləri, Tələbə Gənclər Təşkilatının nümayəndələri, Milli Teatrın, Respublika Milli Teatrının direktoru, teatrın direktoru Hasan Əlav Turalov, nümayəndələri Mikail Mirzə və digər nümayəndələr iştirak edirlər. İcazə verin, qurultay iştirakçılar, Xalq Cəbhəsinin rəqəti, icazə verin, bu qurultay partiyamızın, icazə verin, partiyamızın işinin devam ettirir. Qurultayın gündəliyində 4 məsələdir. Təklif olunur daha doğrusu. Birinci məsələ, Azərbaycan Respublikasının mövcud vəziyyəti ilə əlaqədar olaraq Talış Xalq Partiyasının fəaliyyət taktikası və qarşıda duran vəziyyətdir. İkinci məsələ, Azərbaycan xalqlarının Bərabərlik Partiyasının proqramı haqqında. Üçüncü məsələ, qurultayın qətnaməsi və xalqa müraciətinin qəbul olunması, təsdiqi. Dördüncü məsələ isə təşkilat məsələdir. Gündəlikdə cəmi 4 məsələdir. Mən xahiş edirəm, öz təkliflərinizi verin. Gündəliyə dair başqa təklif yoxdur ki. Buyurun. Əvvəla xahiş edirəm, Şahnəsə Kənd Şöbəsinin Avestanın yaratıcılarında bütün sözlərimi tanışlıq xeyrinə səmimi deyirəm. Siz dediniz ki, ikinci məsələ Azərbaycan xalqlarının bərabərlik partiyasının proqramıdır. Mən iqtisadçıyam. Siyasətlə bu talış hərəkatı başlarında məşğul olmalıdır. Görəsən, bu nə dərəcədə doğrudur? Əgər başa düşmürəmsə, xahiş edirəm, məni başa salın, ümumiyyətlə mənim başa düşmürəm. Azərbaycan Talış Xalq Partiyasının qurultayında hələ biz yığışmışıq Azərbaycan Talış Xalq Partiyasının ikinci qurultayında. Fövqəladə qurultayında. Azərbaycan xalqlarının bərabərliyi partiyasının proqramına biz necə baxa bilərik? Əvvəl səsə qoymalıyıq, mən biləm. Azərbaycan Talış Xalq Partiyasının adını dəyişirikdir, onu Azərbaycan Xalq Bərabərlik Partiyası və s. Elə biləm, fikrini başa düşürüz.
əleyhinə səs saxlayır. Deməli, gündəlik bu şəkildə qara olur. Buna görə də seçər say komissiyası. Seçər yoxsa? Əgər mandat komissiyası işləyirsə, ona ehtiyac varmı? Deməli, təklif qəbul olunmuyor. Yaxşı. Ben buradan bilmem, yaxşı eşidilir ya yox. Eşitmək olmaz, daha eşidilir. Deməli, Toğuşan, az məşhur oldu, az ama bayağı qrupa eləşədə. Bilməm ki, müəyyən fikrim yaranmışlar. Deməli, ilə ama yurda adamın ki, ama parti Toğuşu partiye, Toğuş partiyan bəbi, azışda çıxış siyasi mağazada her şey ətraflı toxunmuş bəbi. Yani, ve başlardan çıkmak için bu maalesef peşin halkasında mantığı nəticə tərəf. Yani açık az her şey, çiçeğe ayı bağlıtılmaz. Baştan Çama Partiye yok her cüre odamın, her cüre nümayəndə iştiraklardan Çama Qurultayılar. Alt üst bu ki bu nümayəndə olur. Əgər ki azıcık təsəvvürlardan ki, ama Qurultayı varlığından iştirakatı az son eminim yüksek seviyeli medeniyete vatandaşı bulamam. O da abone bozdu ki Toğuş'un aşırı Qurultayı bazı sanlar. Az peşgülüm ki ama Jibon vaadi inşallah İcazə budan açıda çıxışı Türkiye'de quzu kavranı maalesef. Əgər ki Türkiye'den bağımlılığım, bu da əminən həmə buz ki vaziyet şükrayı ama çıxır. Hörmətli Qurultay iştirakçıları. 25 iyul 1992 ildə birinci təsis qurultayını keçirmiş Azərbaycan Talış Xalq Partiyasının bugün 8 aydan sonra ikinci fövqəladə qurultayının çağırılması bir sıra səbəblərlə bağlı olur. Bildiyiniz kimi Azərbaycan Talış Xalq Partiyası 7 aydan artıq müddət idi ki, müxtəlif bəhanələrlə Ədliyyə Nazirliyi tərəfindən rəsmən qeydiyyata alınmış və Respublikanın müxtəlif dövlət orqanları və bilavasitə iqtidara qulluq edən bir sıra rəsmi məhbubat vasitələri tərəfindən təhqir və şantajımızın adında və nizamnaməsində müəyyən dəyişikliklər edildi. Konferansın qərarı ilə partiyamız Azərbaycan Xalqlarının Bərabərlik Partiyası adlandırıldı. Bu yeni adla da partiyamızın rəsmən qeydiyyata alınması, növbəti bəhanələrlə qəsdən yubadılmağına baxmayaraq, partiya liderlərimizin ciddi səhi və mübarizəsi, Respublika Prezidenti Elçi Bəyə və Milli Məclisin sədri İsa Qəmbərə olunan müraciətlərin nəticəsində 12 mart 93-cü ildə partiyamız Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı. Beləliklə, birinci, partiyamızın adından Talış sözünün götürülməsi, məhz bizim üçün müqəddəs olan bu sözün ətrafında birləşən məsləkdaşlarımıza nə qədər ağır, mənəvi zərbə olacağını əvvəlcədən şüurlu şəkildə dərk etdiyimizdən və bunun nəticəsində partiya daxilində yarana biləcək parçalanma təhlükəsini aradan qaldırma məqsədi ilə 2. Son vaxt Respublikamızda, Rusiya ərazisində və digər respublikalarda baş verən ictimai, siyasi və milli etnik proseslərin getdikcə gərginləşməsini 3. Partiya daxilində intizamı gücləndirmək və iş strukturlarının yenidən qurulmasını təmin etmək məqsədi ilə partiyamızın daxili strukturlarında müəyyən təşkilati dəyişikliklərin edilməsinin vacibliyini nəzərə alaraq Azərbaycan Talış Xalq Partiyasının ikinci fövqəladə qurultayının çağırma məcburiyyətində qaldıq. Hörmətli qurultay iştirakçıları, məruzəmizdə əsasən Azərbaycanda milli etnik məsələlərə münasibət, partiyamızın qurultayları arası dövrdəki fəaliyyəti və Respublikanın iqtisadi siyasi böhranına çıxarılması yolu barədə fikirlərimizi nəzərinizə çatdırmaq istəyirik. Bildiyiniz kimi, SSR-i dağıldıqdan sonra onun tərkibindəki əksər respublikalarda və bir sıra xarici dövlətlərdə başlanan milli azadlıq hərəkatları bəzi regionlarda nisbətən dinç şəraitdə davam etsə də, digər regionlarda yüzlərlə və minlərlə insanların ölümü ilə nəticələnən qanlı müharibələr şəraitində cəryan etdik və cəryan etməkdədir. Tamamilə təbii olaraq Respublikamızda da başlanan Azərbaycan Xalq Hərəkatı öz ilk
mərhələsində burada yaşayan bütün xalqların ümdə mənafeyinə xidmət etdiyindən Türkü, Ləzgini, Talışı, Tatı, Rusu və digər xalqların da nümayəndələrini özündə birləşdirirdi. Lakin, çox çəkmədi ki, bu hərəkat Azərbaycan Xalq Cəbhəsi timsalında tədricən Türk millətçi hərəkatına çevrildi. Əlbəttə, bu da təbii bir proses idi. Axı uzun müddət öz soy kökündən süni şəkildə uzaqlaşdırılmış və gələcəkdə Sovet xalqı adlanan mücərrəd bir millətə çevrilmək təhlükəsi qarşısında qalan Azərbaycan türklərinin milli ehtiyaclarının təmin edilməsi tələbləri meydana çıxmışdır. Bir yandan Qarabağda başlanan və davam edən amansız və dəhşətli müharibə, bir yandan xaricdən Türkiyə dövlətinin və digər siyasi qüvvələrin təsiri nəticəsində Azərbaycan Xalq Cəbhəsində türkçülük və pantürkizm meylərinin daha qabarıq şəkildə nəzərə çarpmağa başlandı. Xüsusən, bir vaxtlar zəruri olaraq yaranmış, lakin tarixin bugünkü dövrü tələblərinə qətiyyən uyğun olmayan millətçi şovinist şüarlar ayaq tutdu. Məsələn, 20-ci əsrin əvvəllərində müxtəlif siyasi proseslərin və 1-ci Dünya müharibəsinin yekunu nəticəsində Türkiyə dövlətinin və Türk millətinin dünya tarixindən silinmək təhlükəsi yarananda, Türkiyəyə Avropa dövlətləri tərəfindən təcavüz təhlükəsi gücləndikdə, Mustafa Kemal Atatürk öz Türk xalqına müraciət edərək bildirdi ki, bugün xilasımız yalnız öz Türk xalqımızın gücündə və birliyindədir. Biz özümüzdən başqa heç kimə arxalana bilmək, Türkün Türkdən başqa dostu yoxdur, Türkiyə şəhidlik yaraşır. Bəli, o vaxt son dərəcə vacib olan bu çağırış Türk xalqını birləşdirdi və Türk xalqı gücü ilə ölkəsini hər cür təhlükələrdən xilas etdi. Bəs görəsən bugün dəbdə olan dövlət mətbuatı və informasiya vasitələri tərəfindən təbliğ olunan bu şüarın məqsədi nədir? Görəsən çox millətli Azərbaycan Respublikasında Türk xalqını hansı təhlükələr gözləyir? Əgər söhbət Azərbaycanımıza qarşı yönəldilmiş xarici təcavüz təhlükəsindən gedirsə, onda məgər bu təcavüzə yalnız Azərbaycan Türk xalqı mı məruz qalacaqdır? Məgər son 100 illər ərzində tarixin ən çətin sınavlı günlərində Talış, Türk, Ləzgi, Fars, Kür və digər xalqlarımızın sarsılmaz birlikləri dəfələrlə tarixi sınavdan çıxmayıb. Məgər bir vaxtlar Türkiyə dövləti Azərbaycanla müharibə etdiyi dövrlərdə belə Azərbaycanın bütün xalqları birləşib qələbə qazanmadılar mı? Məgər bugün Qarabağda çiyin-çiyinə Azərbaycan Türk qardaş bacılarımızla yanaşı Respublikanın bütün xalqlarının nümayəndələri vuruşmurmu? Bəs belə olduğu halda bugünkü tarixi şəraitə qətiyyən uyğun olmayan düzgün Türkdən... Bu cür qəbul edirik və heç bir parçalanmaya yol vermədən Azərbaycan xalqı necə bütöv görmüşük göz açandan, indi də o bütövlüyü biz qəbul etməliyik və bunu davam etdirməliyik. İkinci məsələ, mən öz sahəm üzrə qısaca söhbət edəcəyim ki, Prezidentin keçən il sentyabrın 10-sunda verdiyi fərman bu Prezidentin özünə aid deyil. O fərmanı yerlərdə həyata keçirmək lazımdır. Yəni, bu etnik qrupların, belə deyək, hələlik, kiçik xalqların əgər mədəni irsini, onların tarixini, onların ədəbiyyatını, bütövlükdə folklorun, xalq yaradıcılığını əgər tədqiq etmək lazımdırsa və təbliğ etmək lazımdırsa, bunu nə prezident aparatından heç kəs gəlib, nə talışlar arasında, nə bu dinlərdə, nə ləzgilərdə, nə taxtlarda, nə lahıclarda aparmayacaq. Yəni, xalqın özü bu işə qoşulmalıdır. Mənə maraqlıdır ki, bizim rəhbərlərimiz burada bugün iştirak edirlər və əsasən mədəniyyət sahəsində olan yoldaşlar indiyə qədər, yəni bu dövr 7-8 ay müddətində görək, ancaq mən Lənkəranı götürürəm. Bu ərazi ilə mən tanışam, istər Leyit olsun, Astara, Masallı, Yardımlı, bütün bu ərazi ilə mən tanışam. Sözsüz ki, buradakı vəziyyət bütün qonşu rayonlarda da eyni vəziyyətdir və heç bir iş görülmür. Demək olar ki, məsələn, bu gözəl fərmandan sonra Lənkəranda mədəniyyət şöbəsi bugünə qədər bizim folklorun ən qədim tarixə malik olan folklorun hansı nümunəsini bugün üzə çıxardı
və hansı məqalələrlə çıxış ediblər. Ya məsələn, əgər mən belə gözləyirdim ki, Prezidentin fərmanından sonra Lənkəranda bir folklor sarayı açılacaq. Mən bu ümidlə doğrudan da o vaxt elə qarşıladım mən. Yəni bu xalqın ən qədim tarixini, onun mədəni irsini qoruya bilən bir mədəniyyət ocağı olsun ki, gələn qonaqlara, bu gün gələn qonaqlara aparmaq lazımdır, oraya göstərmək lazımdır ki, bu xalqın keçmişi, mədəni irsi bundan ibarət. Heç bir iş görülməyib. Eyni zamanda tiyatr. Yəni bu ərazinin plan qədəri əgər Talış dilində danışırsa və Talış yumorunu yaxşı qəbul edirsə, mən bir şey xatırlatmaq istəyirəm, bağışlayın. 89-cu ildə mən burada Talış dilində tamaşa hazırladım. Baba, mən bunu yapısıram. Bu tamaşa ilə biz Sumqayıtda çıxış elədik. Amma o vaxt hələ fərman verilməmişdi. Fərman veriləndən sonra hər şeyi atdı qırağa. Mən bir dəfə yoldaşlara demişəm, haradasa iclasların birində, dedim ki, bizim xalq cəbhəmiz meydana gələndə gəlib dedilər ki, yoldaşlardan bir qrup çıxış elədi ki, məscidləri açın. Məscidləri açdılar, rəsmiləşdirdilər, məscidə gedən olmadı. Yaxşı deyirdiniz fərman. Fərman veriləndən sonra bu işi kim görməlidir? Mən xahiş edirəm, qurultay iştirakçılarından və bütün rəhbərlikdən ki, hər şeydən qabaq, xalqımızın, mən Azərbaycan xalqını bütöv yenə deyirəm, söhbətə başlayanda dediyim kimi, o bütövlüyü qorumaq naminə, bütövlükdə, yəni bu xalqın mədəniyyətini, onun tarixini, onun ən gözəl ənənələrini qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Hamı bir-birinə kömək eləməlidir. İndiki şərait belədir ki, əgər Peyğəmbər əleyhissalamı gətirsən, bir vəzifəyə qoysan, ona bugün kömək eləyən olmasa, o heç bir iş görə bilməyəcək, baxmayaraq Peyğəmbərdir. Hamı bir-birinə kömək eləməlidir. Mənim sözüm bu qədər, mən xahiş edirəm. Prezidentin fərmanı ilə əlaqədar təşkilatlar, rəhbər işçilər bir daha xahiş edirəm, fikirləşsinlər, 8 ay müddət keçməsinə baxmayaraq, xalqın ən gözəl adı hənəsini qoruyub saxlayalım. Çox sağ olun. Söz verilir Seydəli abim. Hazırlaşır Azərbaycan Dövlət Neft Akademiyasının profesoru, Azərbaycan Ləzgi Demokrat Partiyasının büro üzvü Əmraslanov tanıdıldı. Baba müəllim danışdı, şübhəsiz ki, mənim kimi zaldakılar hamısı baba müəllim danışdı. Məni ola bilsin 5-10-dan başı 20 nəfər tanıyır deyə öz vaxtından istifadə edirəm. Kim olduğum burada çıxmışam, kim kimi çıxmışam. Şarlaserli kimi bu ala azdır. Deyək ki, belə harada işləyirəm və s. onlar yox. Bayaq dediyim kimi, xariş edirəm, biraz təvazükarlıqdan qıraq çıxmasın deyə, Talış hərəkatında da kiməm. Avestanın yaradıcılarından, çoxlu yaradıcılarından biriyəm. Avestada yaranmış Şarlaser kəndində. Dünənləri Şarlaser kəndində axşamüstü bu qurultayda müəyyən ediləcək fərqli hərəkətə münasibətimizi bildirmək üçün demək olar ki, əsasən bir məsələdən, başlıca bir məsələdən ibarət məsələ qoyulmuşdur. Həmin şöbənin deməli, büro üzvlərinin, ümumiyyətlə əksəriyyətinin fikri belə ifadə olundu ki, biz mən elə bilirəm, əvvəlcə ki, izah edim, Avestanın yaradıcılarından biriyəm, sözlərimin səmimiyyətinə hamı inanar. Biz məsələn orada belə qərara gəldik ki, Azərbaycan Talış Xalq Partiyasının adını saxlamaq bizim məhkürə düşüncəmizə görə bugünkü günün tələbinə daha uyğundur. Ancaq bu o demək deyil ki, hamı bizim fikrimizlə razılaşsın. Hilal Məmmədovun məruzəsini gözəl, doğrudan da mənim üçün deməli iqtisadçıyam olsun idi, iyul ayının 25-də onu da deyib ki, dayandırmışdıq. Bizə yuxarıdan bir növ yoldaşlıq göstərişi gəldi ki, hələlik dayandıraq. Bəlkə də indi 570 nəfərin o üzvlər. Biz onlara hər cür kömək əlimizi uzadarıq. Şəxsən mənim fikrim odur ki, hələ mən özüm üçün müəyyənləşdirə bilmirəm. Mən bu təzə partiyada qalım ya qalım. Biraz da
samimi birden ilanlardan bu ya da bu yeni ad değiştirip partiyanın yeni şekilde faaliyete başlamasına taraftar olanların fikrine aks edebilecek bir gibi görevlerde. Ben fikrim halatımda. Çok sağ olun. Ben Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarından çıxarış. 12 mart 93-cü il. Kollegiya Azərbaycan Respublikasının 3 iyun 92-ci il tarixli siyasi partiyalar haqqında qanununa əsasən Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının nizamnaməsinə baxaraq qeyd edir ki, nizamnamə yuxarıda göstərilən qanunun tələblərinə uyğundur. Kollegiya qərarı alır. Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının nizamnaməsi qeydə alınsın və onun rəsmi fəaliyyətinə icazə verilsin. Kollegiyanın sədri Nazir İlyas İsmail. İndi buyurun, xahiş edirəm. Həqiqətən bu günləri Ünal mənim danışanda mən bu ki, talış dilində başladı izahat verməyə. Həmin bizim həmkarıq, azizdə işləyirik, köhnə aziz dedik deyən Sadət müəllimdən oturanda mən dedim ki, 40% mən başa düşdüm. Niyə? Çünki dilimiz həm ləzgi, həm də ki, talış dilindən istifadə olunan dilinin 30-40% türk dili. Niyə? O ondan irəli gəlmir ki, dilimizdə onun uyğunla söz yoxdur. Var. İstifadə eləmirik deyən asan deyələr, oxuduğumuz, yazdığımız dildən ondan istifadə edirik. Mən hələ bəzən şərik ola bilər, mən öz ürəyimdə olanlar deyirəm, siz çıxışlarında dərsiniz, mən düz deyirəm, çünki mən professoram, 20-25 ildir dərs deyirəm. Çünki bu dildə, mən ləzgi dildə danışanda da çox əziyyətlə danışıram, nəinki Azərbaycan dilində, təmiz, səlis, heç bir səhvsiz. Çünki bu mənim ana dilim hesab olunur. Çünki o dildə oxumuşam, o dildə də yazıram, ləzgi yazdığım bir dənə də ədəbiyyatım. İkincisi, mən burada bizim partiyalarım, mən partiyalarına sədr müaviniyim, Demokrat Partiyası. Talış Partiyası ilə ləzgi partiyaları tamamilə boşa eyni sədr partiyalar. Ona görə də icazə versəniz, mən bəzi məsələlərin açıqlamasında bir-iki dəfə baxımsız olaq. Bunlardan birincisi, ona görə dəyişmişik, qərar dəyişmişik və onun da adı olacaq Milli Bərabərlik Partiyası. Yəni, həmin adlar da təxminən eyni məna daşıyır. Çünki biz bunu misal üçün keyfimiz istəyib bunu eləməmişik. Çünki həmən bu cür diskursiya, özdəki 20-40 qədər arasında yox, böyle diskursiya yaparım ki, ondan sonra mən əgər daş səs vermən nəticələri bilsəniz, bəlkə də bir-iki səs çoxluq ilə bir həmən o ad dəyişmə məsələsini əlləmişik. Çünki çoxsu, əgər diyar ləzgi adı ilə, talış adı ilə birləşirsə, milli birlik adı ilə birləşmək üçün istəmirlər. Bunların üçün, biz nə üçün Türk partiyaları neçə dənə qeyd olur, nə üçün talış ləzgi partiyası qeyd olunmaz? Söhbəti belə qoyun. Amma madem ki, bizə görə o qanuna düzəliş edilib, düzəlişdən ki, keçmir. Yəni, qəbul olunmuyor, çıxmıyor. Biz hələ oraya gəlib çatmamış, ikimiz də mən adları dəyişdir, təzdən onları başlarını değişdirməliyim. Mən neysə burada, mən necə deyə bilərəm ki, burada məsələn, mənim bunu qəşəng siyasi cəhətdən tam əsaslandırmış cavabını verdim, onu təhlilələmək istəmirəm. Yəni, onu biz istəməklə, ya istəməyimizdən aslında olmayan qanuni olaraq, yəni məntiqi olaraq gəldiyimiz bir var. Amma mən yenə də Hilal mənim sözü verdirəm, deyəm ki, bizim bu ad dəyişməyimiz, bizim işimizin düzgün, normal şəkildə aparmamız mən belə mani olmayacaq. Və nə ləzgiləri, nə alışları, nə kütlər, nə oqlar Azərbaycan xalqını parçalayıb, iməndir. Partiyamızın üzvü Əliyev Ənvər Əliyəsənoğlunun 40 yaşı bu gün tamam olur. Gəlin, hamımızın təbrik edək. Ona uğurlar İndi isə şair bizim qardaşımız Əli Nasirə söz verir.
Gerçekten böyle bir torpağın arzuladığı oğlanlar. Ben sizi tebrik ederim. Milletin bugünkü neçə əsrlər boyu arzuladığı o ağır yük sizin içinizdədir. Ben sizden hamımızdan fəxr edirəm. Bir. Halal olsun. Torpağın çörəyi sizə. Məni millət deyəndə mənim ağzımın gəlir, deyirlər az sayılır, çox sayılır. Söhbətdə yalan sözlər. Var millət, var xalq. Siz hamı savadlısınız burada, bilən diplomsuz mənə. Biz millətik. Xalq isə millətlərdən yaranır. Məsələn, Amerika xalqı, Sovet xalqı, elə bir İran xalqı. Mən bu yaxınlarda İrandaydım, dəvət eləmişdilər 22 bəhmənə. Lahicanacan bizi dəvət elədilər bir-bir. Əşbərdən keçəndə torpaq mənim qanımı çəkir. Mən Əşbərdən keçəndə ağladım. Çünki mənim damarlarımdan ürəyim partlama istəyir. Elə bilirdim ki, mən burada olmuşam. Orada Şilava kəndi var, bizim Şilava. Oradan şeylərdən öğrenmiş sanırım. Əslində çalışmıyor. Çalışmıyor, elə ölmüş. Məşrəqli tərəfində, imperiyalar arasında görür. İndi çalış, mütərəqli kişidir, abiliğindən olan, həmin olanları görür. Ona günü alma istəyirlər. Biz Azərbaycan Türklərinin qardaşıyıq. Hamına da hörmətimiz var. Kürtlərə də, ləzgilərə də, taxtlara da, laxmışlara da, qızılara da. Çoxlu bizdə etnik qrupdan yaranmış millətlər var. Hamına hörmətimiz var. Və Hilal Məmmədovun, Hilal müəllimin çıxışına qulaq asdım. Bizə düz demək lazım. Sağ olsun Hilal, yaxşı qururlar çıxışı. Bu günümüzün bilgisi kimi əks elətdirdi hadisələri. Amma bir dənə yerdə mən üzr istəyirəm sizdən, Hilal bəylə razılaşırlar. Ola bilər, Azərbaycan Xalq Hərəkatı cəbhəsi niyə yarandı? Və heç də o mərkəz bir bayraq altında yaranmadı. O bir ağrı ətrafında yarandı. Azərbaycana Qarabağdan yumruq dəydi və Azərbaycanın oğulları, yəni o millətləri, Azərbaycan vahid bir anadır və onun oğulları qalxdılar ayağa, vətən bir namusdur. Mən meydanda dedim ki, Azərbaycan alovlu bir göbələkdir bugün, yəni böyük bir inqilabi proses başlayıb, onun sütunu Lənkərandır. Mən bu sözün üstündə dururam. Yenə Lənkəran Azərbaycanın birləşdirici mövqeyindədir. Talış Xalq Partiyası yarananda ilk dəfələrdə partiyanın icrasında təsadüfən iştirak elədim. Mən partiyanın üzvü deyirəm. Orada dedilər ki, soruşdum adım, dedilər Talış Milli Dirçəliş Partiyası. Dedim, yox, qardaşlar, bu belə olmaz. Kar mənim bir kəramətinə bələdəm. Zülfüqar Əhmədzadənin yenə də bizdən mütərəqqi olur. Adı qoyu Talış Xalq Partiyası, mən orada təklif elədim. Və sonra özləri fikirləşirlər, Talış Xalq Partiyası adı qoyurlar. Düzdür. Amma yenə mən qardaşıma dedim ki, Talış adı üstündə oldu, bunu qeydiyyatdan keçirməyəcək. Bax, görürsünüz, çox cəhd elədilər. Gəldilər, axırda yenə Bakı razılaşmadı. Talış Xalq Partiyası olmaz. Ben Milli Qurtuluş Partiyasının üzvüydüm, bir yaxınlarda bıraxdım ondan çıxın. Nə üçün? Onun da sərvələri var, işimizdir. Musavat Partiyasında türkləşmək var, türkçülük var. Lazımdır belə şuarlar. Lənkəranda vurulursa türk dilində şuarlar. Bunu tənqid eləmək lazımdır. Biz rəhbərliyimizdən xahiş edirik. Orada Azərbaycanın bağlarıdır. Şu gündən etibarən ne olar? Yollarda, idarələrdə, məktəblərdə, müəssisələrdə Talış dilində şuarlarla Rusiyalar türk dilində yanlışır. Çünki əvvəl Rusiyaydı, Rus dilində yazılırdı, bu yanda da Azərbaycan türk dilində yazılırdı. İndi Azərbaycan dilidir, dövlət dili, hansı ki türk dili qoyurlar onun adı. Özbək heç vaxt öz dilinə türk dili demir, Özbək dili. O yanlış aklımızdır. Biz xahiş edərdik ki, rəhbərlik bu işlə baxsın. Talış dilində şuarlar vursun. Ondan sonra Azərbaycan Xalq Hərəkatının ilk yaranmış günlərinə qayıdıram. Bakıda bizim 17 noyabrda 1-ci il dönümü idi.
Lan məni çıxartdılar. Bakıdakı qardaşlarımı çıxartdılar, Türklər. Tələb elədilər aşağıdan bizim hələ şairimiz çıxsınlar. Mən çıxan şey dedim ki, hamıza qurban olun, mən talışam. Vətən də mənimdir. Oradan düşün başlayır. Heç kəs də mənim səsimi kəsə də bilməz. Deməyəm odur ki, Azərbaycan xalq cəbhəsində ola bilər bir dənə jurnalist, ola bilər bir dənə rəhbər, İskəndər ya jurnalist, ya Pənah, ya digəri. Bunlar Azərbaycan türklərin ifadə edə bilməzlər. Və Azərbaycan xalq hərəkatı cəbhəsində olan ifadə edə bilməzlər. İstəqafını söyləyə bilər, o özünün nüfuzdan salar. Azərbaycan türkləri də mən Qarabağ sonrasında da olmuşam, Cənubi Azərbaycanda Azərbaycan türklərinin içində da olmuşam, Bakıda da olmuşam. Onlar məncəndə alqışlanmır. Türk nədir? Var edib deyəcək, usta, bu Türk tarihi təkamülü, bunu ağlımıza anlamda görüşür, usta, hegemoniya yaratdılar, Anatoliya. Və nə oldu da çöktülər? Əgər Azərbaycan indi xırda yeri sevdirsə, Masar bilirlər, hegemonu yoxdursa, bu Azərbaycan çöktülər. Bax, o da kərdilərə baxırlar. Bunda kim yüksək artıqların ardından o biri millətlərə baxırsa, o çöktür. O biri millətlər uzacaq, biz unmuşuq, Rusiya təziyyətlər. Sonra, Lənkəranda televiziya məsələsi. Yazıqlar ki, sevmiş vaxtı Lənkəran 5 ildə bütün Azərbaycan susmuş ki. Çox sağ olun. Yenə Lənkəran 5 ildə dünyaya vermiş ki. Ərəbdə, Arda, İngilizdə, Almanda, Rusda. Verildi. Onun texnik imkanları da var. Bazarlı oğlanları da var. Bax, bunu indi, nə olar? Türk cəbhət talışdır. Televiziya verilişləri də yaradılıyorlar. Radyoya çoxlu imkanlar da vermiyorlar. Yerli radyoya. Ondan sonra biz Payızı gecəsinin birinci də mən, elə Lənkəran xalq cəbhəsi Payızı gecəsini kesilmədi. Və talışın ilkin başlanğıcı nə və Lənkəran xalq cəbhəsi başladı. Getdi, sığın qəbirsanlığın satırdılar rəhbərliyə. Biz onu saxlamaq üçün mübarizə apardıq. Lakin, indi gedin baxın, 3 dənə qəbir qalır, onlar da ki, bugün sabah traktorlarla söküləcək. Özdə katakomba qəbirlərdir. Mən xarabizə bunu Türkiyə düşəm, bu 7000 il tarixi olan Talış katakomba qəbirlərdir. Ondan gedib intervyu alırlar Bakıda, mənim imkanım yoxdur, mərkəz gəlirlər. Yazırlar, Əl-Nasir dedi ki, bunlar Türk katakomba qəbirlərdir. Belə deyil, belə deyil. Hər şey öz adıyla çalır. Mən də verdim yerli qəbir. Nə olsun, tarix gəlib subut edirlər. Türkdür, ya Talışdır, Azərbaycandır da. Onsuz da bölünmüşük. Qardaşlar, vəziyyətimiz yaxşı deyil. Bir yandan Rusiya, bir yandan Türkiyə, bir yandan İran, yenə də bizə mənəvi, siyasi təcavüzlər edirlər, ehtiyatlı olmalı. Yəni, mən demək istəyirəm ki, Atatürk deyir, Türkün Türkdən başqa dostu yoxdur. Mən də deyirəm ki, Azərbaycanın özündən başqa köməyi yoxdur. Azərbaycanlının arxası Azərbaycanlıdır. Milliyyətindən asılı, burada yaşayan milliyyətindən asılı olmuyor. Mümkün deyil, bizə başqa millət yolumuz yoxdur. Sonra, sizin üstünəm, tutarım, tutarım. Ben sizə biləm, yadda, Haqqısalın, deməli, Azərbaycan Demokratik Cumhuriyyəti yaranmışdır. Orada da hansı atributlar gətirdi onu, o kökə saldı. İndi də xahiş edirəm, bütün, belə müraciət edin, burada qəbul olunsun, Qurultayda, bütün, çünki bu partiya Azərbaycan xalqlarının bərabərliyi, vəkilliyini boynuna götürürsə, bu böyük vəzifədir. Və bütün Azərbaycanın millətlərinə müraciət qəbul etsin bu Qurultaydan ki, ancaq birlik, ancaq vahidlik, belə bir müraciət qəbul etsin bıraxsın. Ki, ancaq birlik. Hər öz millətini sevsin, lakin vətəni üstün tutsun. Vətən əldən gedər, sonra da millətlərimizlə istəmə dönər. Və sonra sizi təbrik edirəm. Bir də istəyirəm, mən deyəm, tanışdırım. Sırsız olan boğun da Livon hamdan toluşi, daska kuydan xolonsa Livon hamdan toluşi. Bazarın mahne, oğun hamdan toluşi. O ham toluşar olur, təmən toluşi var. Sağ olun. Ali Ağayev. Hazırlaştık.
Lənkəran şöbəsinin sədri Vaqif müəllim Avuşov. Toluş həni tasıda, çəşünədəm azşıda, zıvınımçı daşıda, millət bedə zay haray, dal arzənən hay haray. Bəli, indi haray salmaq vaxtıdır. Bir dənə quş, bir dənə, nə bilim, ceyran falan nəsli kəsilərdə bütün gənclərə haray salırlar ki, tamamdır, bunun nəsli kəsilir. Amma mən və biz hamımız bilirik ki, talış bilir. Amma biz burada bu partiya haqqında danışanda, başqa məsələlər haqqında danışanda xoş mübahisələr edirik. Amma bizə lazımdır, bizim hamımıza lazımdır ki, bu dili, bu mədəniyyəti, bu tarifi qorumaq üçün bizim birliyimiz, yəni talışların birliyi, Azərbaycanın digər xalqlarla birliyi ki, bu dili, bu mədəniyyəti saxlaya, qoruya bilək. Və bunun da ən böyük işi, böyük qərarı ola bilər ki, dilimizə dövlət statusu verilsin. Nə qədər ki, milli, etnik, dildir deyilən belə qapazlarsa qalacaq, bizim dilimiz məhv olacaq. Bu Lənkəranlılar da çox övməsinlər. Uzaq başı 10 ildən sonra bunların da dili burada da tanış olmayacaq. Əgər belə getsə, yəni bu dilə dövlət statusu verilməsə, başqa yerlərdə, buyruq gəzişlərdə, başqa ölkələrdə görürlər ki, o xalqın dili məhv olur, deməli ona dövlət statusu verilir. Hər tərəfdən qayğı göstərilir. Bizdə isə verilən fərman yalnız fərman olaraq qalır. Məktəblərdə 2 saat dərs keçilir, onu da ne keçirlər? Hələ mən məktəb direktoru olduğum məktəbdə nə qədər tələb edirəmsə, görürəm ki, orada nə səviyyədə keçilir, o bir qurultayla. Hörmətli xanımlar və bəylər, sizi Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının qurultayının açılışı münasibəti ilə ürəkdən təbrik edirəm. Müstəqillik əldə etmiş Respublikamızda yaşayan xalqların bərabərliyi və sıx sıralarda birləşməsi bugün son dərəcə vacibdir. Mübarizəmiz, qələbəmizə, gələcəyimiz bundan asılıdır. Mübarizəmiz, qələbəmizə, gələcəyimiz bundan asılıdır. Hamınıza bu şərəfli birlik və bərabərlik yolunda uğurlar diləyirəm. Hörmətlə, Azərbaycan Respublikası Ali Sovetinin sədri İskəndər. İndi isə söz verilir Azərbaycan Xalq Cəbhəsinin Lənkəran şöbəsinin sədri Vaqif müəllim Avuşov. Hörmətli qurultay nümayəndələri, hörmətli qonaqlar, xanımlar və bəylər. Bugün Azərbaycan Xalqlarının Bərabərlik Partiyası 2-ci fövqəladə qurultayını keçirir. Mən Azərbaycan Xalq Cəbhəsinin Lənkəran şöbəsinin bütün üzvləri adından qurultay iştirakçılarını, həm onun rəhbərini təbrik edirəm və arzu edirəm ki, gələcək fəaliyyətlərində həmişə Azərbaycanın birliyini, suverenliyini və azadlığı uğrunda daimi mübarizə aparsınlar. Əlbəttə, burada müxtəlif fikirlər səsləndi. Bugün qurultayda ancaq qurultaya, onun iştirakçılarına gəlib xoş arzular arzulayasan. Lakin elə məsələlər var ki, bəzi onlar ziddiyyət tutulur. Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən İstər o məramnaməsinin, nizamnaməsində, istər də onun fəaliyyətində heç vaxt Azərbaycan yaşayan müxtəlif xalqların, millətlərin nə bir-birlə qarşı-qarşıya qoymaq, nə də Azərbaycanın parçalanma məqsədi qoymamışdır və qoymayıb da. İndi də bu amanla mübarizə var. Onun Lənkəran bölgəsində də Azərbaycan Xalq Cəbhəsinin Lənkəran şöbəsi bəs bu avanla mübarizə aparır. Bilal Əl-Nasir bəy çox gözəl ifadə işlətdi ki, Lənkəran cəbhəçiləri talış dilində qəzet çıxması, onun folklorunun inkişaf elətdirilməsi, mədəniyyətin inkişaf elətdirilməsi, tarixi abidələrin qorunması yolunda birinci addım atır və o addımda davam edir. Və 88-də
əgər Avesta yaradıbsa, sonra digər mədəniyyət. Bakı Universitetində səhər-səhər polis işçiləri İstiqlal redaksiyasına daxil olmuş, Zərdiş Əlizadə həbs olunmuşdur. Arzu Abdullayev'in İsa Qəmbərov'un müraciətindən sonra 4 saatdan sonra o buraxılmışdır, azılmışdır. Söz verilir partiyamızın Lirik Komitəsinin sədri Sabir Həsənova. Hazırlaşır partiyamızın Lənkəran şəhər təşkilatının Bu dəqiqə həyatımızda elə bir siyasi hadisələr cərəyan edir ki, bundan açıq açma və onun qiymətləndirmək ancaq profesional siyasətlərə bizdə bu dəqiqə Respublikamızın bu axır günündə Respublikanı ayrı-ayrı bəyanlarına qabaqlayıb daxil olduqları bir qismi zonalar haqqında ayrı-ayrı partiyalar, müxtəlif qruplar, cərəyanlar işğalına birləşdirməkdən təhlükəli bir şey olmasına təsəvvürə gətirir. Əgər hörmət komitəsində SSR deyənlər bir 25 Respublika haqqında birləşdirib vaxtlı bir siyasət onunla mübarizə aparırlarsa, indiki iqtidar görünür, o bu işdən çox belə xəbərsizdir və bilir ki, vahid bir siyasət haqqında bütün partiyaları birləşdirmək lazımdır. Hansı ki, deyək ki, ayrı-ayrı dövlət səviyyəsində türkçülük deyək xəstəliyinə, o bir olmasın. İngilis demişkən siləcək xəstəliyinə tutulur, türkçülük xəstəliyinə tutulur, bu milləti bu cür parçalama gələcək, bu Azərbaycan evini fəlakətdə gətirməkdən başqa bir şey deyildir. Hər şeydən əvvəl mən Azərbaycan Talış Xalq Partiyasının adına olan münasibətini bildirmək istəyirəm. 20 fevral 93-cü ildə partiyamızın Mərkəzi Komitəsi plenumunda biz bu məsələyə baxandan sonra belə bir qərara gəldik ki, partiyanın adı mütləq dəyişdirilməlidir və bunu millətçi partiya kimi qeydə almaq istəmirlər. Hansı ki, dünyada istənilən qədər millət adına partiya da var, millət adına hətta qrup da var, millət adına cəmiyyətlər də var. Hətta iş mənə çatır ki, dünənki məlumata görə, televizorun verdiyi məlumata görə, hətta Azərbaycanda ayrıca Bozburdar Partiyası da qeydə alınır. Hansı ki, Millət Partiyası kimi və ümumiyyətlə bir millətin adını daşıyan Azərbaycan Talış Xalq Partiyasını qeydiyyatdan keçirmək ümumiyyətlə Respublikada çox müşkül, ümumiyyətlə müəmmalı bir məsələ içindir. Və Mərkəzi Komitənin bürosu və ümumiyyətlə plenumu çox dəqiq, çox belə ağırlı bir təkliflə irəli sürmüşdür ki, bu partiyanın adı dəyişdirilsin və Azərbaycanda xalqların bərabərlik partiyası deyilən bir partiya yaradılsın. Bunun hansı üstün cəhətləri olur? Biz ən böyük işimiz bundan ibarət olur ki, ümumiyyətlə bu partiya milliyyətindən, dini, irqindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları daxil ola bilərlər. Yalnız bir amal uğrunda, Azərbaycanın vahidliyi uğrunda hər mübarizə aparan, işlənilən bir şəxs bu partiya daxil ola bilər. Və heç vaxt Azərbaycanın Xalqlar Bərabərlik Partiyası imkan verməyəcək ki, öz əlbəttə siyasi dairəsində Azərbaycan xalqı hər hansı bir ayrı-ayrı regionlara, ayrı-ayrı qruplara parçalansın. Biz bunun qəti əleyhinəyik və bu uğrunda da mübarizə aparacaq. Lakin Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar, deyək ki, Azərbaycan əgər bir evdirsə, bu evdə çox millətli xalqdırsa, Azərbaycanın gələcək seçkilər prosesinə Azərbaycanın ali səviyyədə 2 palatından ibarət olmalıdır. Millətlər və İttifaq palatasından. Və Azərbaycanda yaşayan hər bir xalq ümumilikdə onların miqdarı qədər, yerlərin sayına qədər bölüşdürülməlidir ki, hər bir xalq həmin o məclisdə öz nümayəndəsi, öz xalqı təmsil edə bilsin. Bu cür olsa, Azərbaycanda yaranmış hökumət tam demokratik əsaslar üzərində yaranır. Çünki Azərbaycanda olan millətlər və İttifaq və Millətlər Palatası həmin xalqın nümayəndələrindən ibarət olacaq və o Əvvələ salam aleyküm. Bu görüşmənə çox şadam. Biraz tez başlayırsınız qurultaya, Bakıdan gəlib vaxtında yetişə bilmədik və təəssüfçülər və məruzəsinin hamısına diqqətlə qulaq asa bilmədim. Amma mən
beynəllərdə çıxış edənlər kimi yəni Azərbaycan xalqlarının bərabərliyi kimi son dərəcə məsuliyyətli bir yükün altına girən və bu ideyanın üstünə yol seçən partiyanın ikinci qruplarını təbrik edirəm. Bunun burada iştirak edən üzvlərin hamısına can sağlıqlar arzulayıram. Mən özüm də bu mahalın, tanış mahalın, Zoranın sözlərdə olduğuma görə təbii ki, bu zonada baş verən mən yardımcılarla tanış deyiləm. Amma bu mahallarda yəni bu mahalda baş verən hadisələr təkcə deyək ki, kim özünü tanış hesab edir, Türk hesab edir, Azərbaycanlı hesab edir, söhbət ondan getmir. Hamımız maraqlıdır, hamımız cavabdayıq ki, hamımız da eyni dərəcədə bu məsələlər haqqında düşünürük. Ona görə də burada girən söhbətlərə və ümumiyyətlə Respublikada baş verən hadisələrə müəyyən münasibətlərimizi bildirməliyik. Mən də öz fikrimi deyirəm. Bu söhbətlərə qulaq asanda mənim, ümumiyyətlə bilirsiniz, mən burada həm də danışıram Vətəndaş Həmrəyliyi Partiyasının adından, Vətəndaş Həmrəyliyi Partiyasının sədri kimi danışıram. Vətəndaş Həmrəyliyi ideyası illər üzrə boşanan sözlərdə gəldiyi qənaətdir ki, Azərbaycanı heç bir yolla Azərbaycanı xilas eləmək olmaz. Azərbaycanın yeganə nicat yolu həmrəylikdə, birlikdə, vətəndaş həmrəylikdə. Hadisəçiliyi qoymadan Azərbaycanın sahasının bir hissəsi, Türk bir hissəsi, Ləzgi bir hissəsi tanışdır. Hamısının, nə qədər Azərbaycan vətəndaşı var, hamısının birliyindən söhbət edir. Biz də o fikirdən, mən o yolun yolcusuyam. Partiya sözü ümumiyyətlə mənim əqidəmə diqqət, belə əsl ürəyimdən desəm, partiya sözü əslində nədir? Qrupdur, bir qrup. Mən deyək ki, bir qrupun mənafi təmsilçisi kimi heç vaxt çıxış eləmək istəyir. Məsləkdaşlarını ətrafına yığmalısan, müəyyən mənada haradasa öz fikrinin, yolunun, deyək ki, bir vaxt təəssüf ki, meydanlardan başlayan və ətrafına milyonları yığan bizim azadlıq mübarizəmiz, sonra ayrı-ayrı qrupların əlində o qədər farklı. Ekspertin bir gözəl sözü var, deyir ki, o vaxt, mən üzr istəyirəm, reglamentdən çıxsam ki, müəyyən sözlərim var. Ekspertin bir sözü var, deyir ki, biz bəzən eyniyyətlə bərabərlik sözünü qarışdırırıq. Eyniyyət odur ki, yəni, bərabərlik odur ki, bir daş birinci qatda qoyulmalıdır, bir daş 10-cu qatda. Hər daş öz yerin biləndə bina tikilir. Eyniyyət odur ki, hamı deyir elə mən birinci qata qoyulmalıyım, onda heç vaxt bina tikilir. Burada cəmiyyətdə də hərənin öz yeri olmalıdır. Hər kəs bilməlidir ki, mənim yerim haradır və harada qoyulmalıyım, nə səviyyədən danışmalıyım. Partiyaların çoxu, çox təəssüf ki, bu dəqiqə, yəni elə bir səviyyəyə gətirir ki, Respublikada elə bir xaos yaranır ki, bina tikmək mümkün deyil. Çünki hər kəs özünü hər şeyə deyək ki, rəva bilir özünə və özünün deyək ki, öz dəqiq yerini müəyyənləşdirə bilmir. Bizdə Respublikamızda partiyaların çoxu təəssüf ki, liderlər ətrafında toplanır və bu liderlərin çoxu ya birbaşa Moskvadan, köhnə eriyadan, ya birbaşa xaricdən, ya da köhnə Azərbaycanı idarə edən mafyoz qrupların tərəfindən idarə olunur. Mən açıq-aşkar deyirəm, yəni o təəssüf ki, o liderlərin çoxu öz iradəsinin ağası deyil, onlar başqasının iradəsinin quludur. Və siyasi mədəniyyətin aşağı olması, bizdə əsl partiya mübarizəsini demək olar ki, rədd edir. Bizdə Azərbaycanda ciddi siyasi mübarizə getmir bu dəqiqə. Siyasi mübarizə adı altında doğrudan da tayfabazlıq gedir, yeribazlıq gedir, müəyyən adamların hakimiyyətə gəlmək iddiası durur bu məsələnin arasında. Kobud əlinə biz çox böyük demokratiya deyilən bir şeyi ümumiyyətlə yıxıb dağıtır. Mən ümumiyyətlə indiki demokratiyanı, Azərbaycandakı demokratiyanı bugünkü mənada qəbul edə bilmirəm. Pravda qəzetində çox gözəl, balaca bir yazı yazılmışdı. Yazmışdılar ki, Qərb öz demokratiya ənənələrini süni surətdə şərq ölkələrinə tətbiq edəndə şərqin bütün ənənələri məhv edir. Bu həmin sosializmin astar üzüdür, bugün Azərbaycandakı demokratiya.
sosializm necə bizim millətin içinə, mənəviyyatına yad olan elementləri gətirmişdi, bizi məhv eləmişdi. Bu demokratiya da anarxiya çevrilir və bu demokratiya bizim milli ədnələrimizə, milli psixologiyamıza bəzən yaddır. Ona görə də Azərbaycanda bu qədər qəzetlər, bu qədər partiyalar, bu qədər xırdalanmalar, müharibənin içində olan bir millətə bunların heç biri bu səviyyədə lazım deyil. Bu siyonist təşkilatlarının, nə bilim, Yahudi ideologiyalarının, dünyanın o Avropada, filan ölkələrdə əvvəldən işləyib hazırlanmış siyasətlərinin nəticəsidir. Bizim kimi balaca millətlər də bunun yemidir. Kobud türkçülük də həmin ideyanın bir hissəsidir. Mən kobud şəkildə türkçülük, kobud şəkildə pan-türkizm, kobud şəkildə turanizm, deyək ki, Turanın əvvəli sonu haradadır bilmirsən, Məhəmməd Əmin Rəsulzadə başlamışdı bu hərəkata İslamçı kimi, 12-ci ildə İslamçı, müsəlman birliyi tərəfdarı idi, sonra mümkün gördü, mümkün deyil. Sonra 18-20-ci ildə keçdi Turancı kimi, Türkçü kimi devam etdirdi. Ama sonra gördü da mümkün deyil, çünki Türk dünyasında Fransa'da Türk dövlətləri var, yalnız Fransız siyasi birliğine nail olmaq mümkün deyil. Məhəmməd Əmin Rəsulzadənin özü haqqında gəldi ki, Azərbaycanın icraatı Azərbaycançılıqdan. Azərbaycançılıqdan başqa bizim yolumuz yoxdur. Bu dəqiqə, deyək ki, bir şey, burada deyək ki, ləzgi dostumuz burada çıxışında deyək ki, mən istəyirəm Bakıda ləzginin də bir atması olsun, Taşda bir atması olsun, mən qətiyyət rədd edirəm. Mən istəyirəm ki, bütün Bakının sarayları həm ləzginin, həm Taşın və olmalıdır, elə olmalıdır. Biz bu millətlər özünə Bakıda tapma istəyəsi görür, Azərbaycan hamısındır. Və bugün deyəcək bir söz var, Bakı nə deyir ki, deyək ki, Qarış regionda bütün rayonlara ancaq Qarış icra başçıları olur. Mən bunu da tərəfdarı deyil. Mən heç vaxt BP, Azərbaycanda BP etdik əlaqətə görə rəhbər seçkisinin tərəfdarı olmamışdır. Mən istəyirəm Gəncənin hakimi, deyək ki, icra başçısı qarşı olsun, Bakının icra başçısı qarşı olsun, niyə olmasın? Xahiş qalanım, sakit olmanın dev və ağız güç budanım. Ama konuşumuz sağlıqlarım. Hamısından geçici. Güç budanım, xahiş qalanım, amaçla konuşamadan edəşim. Əziz dostlar, yerdən bu cür rəfiqalarına, mən belə görüşlərə, məclislərə çox öyrənmişim. Mən başa düşürəm. Elə hesab eləməyin ki, deyək ki, mən burada üzə vari danışmıram, mən öz sözümü deyirəm. Məsələ burasındadır ki, biz müsəlmançılığı unutmuşuq. Biz müsəlmançılığı, biz İslamı unutmuşuq ki, dünyanın yarısı bir müsəlman adıyla birləşmişdir. Hara gedirik? Hara gedirik? Hara gedirik bu parçalanmayla? Bu parçalanmayla Eraslan'da Kurmaya dedi ki, Dağıstan'da dedi, bizi kənd-kənd böləcəkdir, biz başlayırız belə. Azərbaycan kənd-kənd böləcəkdir. Müharibə edən bir şəraitdə, respublikada partiya lazım. Bu bölgənin mənafeyi müdafiə olunmalıdır. Tamamilə razıyam ki, bu bölgənin adamları sıkışdırılır. Bu regional olduqlarına görə o təzgir oyunu qoymağa istəyirlər. Bu regional olduqlarına görə adamlar məskələrin yapım qoyulur. Ondan sonra da bunlardan söz gelir. Çox sağ olun. Amma buna görə deyək ki, buna qarşı mübarizəni ancaq tanış sözüyle aparmaq mümkün deyil. Mümkün deyil. Ona görə də yaxşı partiyanın adını dəyişdirsiniz. Mən istəyirəm ki, siz danışanda niyə mənə çox qəribə gəlir? Biz burada ayrı-ayrı birbirimize qarşımış adamlar. Niyə görə tanış, ləzgi, kül, bu birlikdən deyək ki, danışırsınız bu qavların birliyindən. Niyə görə tanış, Türk birliyindən danışırsınız? Tanış Azərbaycan birliyindən danışırsınız. O da var. Yerden danışmayın. Sonra Türk'ten olmaz ve İlhan Bey'den çok görmekli var. Akıllı ve çok qabiliyyətli bir adamdır. Deyək ki, burada ayrı partiyalar girə bilməz. Burada ancaq devlet yolundan bir demokrasiya yolu deyil.
şeir yazmışam. Kınalıq kəndi, bir kəndi biri qorunan üzərində 1 milyona yaxın dünyada yaşayan qarşın biri qorunmalıdır, mərkəzi olmalıdır, mədəniyyəti olmalıdır. Hər şey kim buna etiraz edir? Amma bunu bu şəkildə, xüsusən müharibə şəraitində, bunu bu cür qabartmaqla, bu cür deyək ki, çox sərt şəkildə qoymaqla, radikal şəkildə qoymaqla biz bir-birimizi incidirik. Əlbəttə burada deyirlər ki, biz bu gün bu məsələni qoyanda sabah ailələrdə də incilik başlayacaq, ayrı seçilik düşəcək. Mən bu regionun mənafeyi təsirini çəkən adam kimi, mən qorxuram bu söhbətlərin çox radikal, sərt şəkil almağına. Ona görə mən çox xahiş edirəm. Mən çox istəyirəm ki, sizin, məsələn, olmaz, dövlətdir, dövlətlər var. Dövlət qanunları var, beynəlxalq hüquq normaları var. Azərbaycan deyib, bayaq deyirlər, biz imperiyadan çıxırdıq dövlət şəklində. Dünyada elə bir dövlət yoxdur ki, xahiş heç olmasa adam bir... Dünyada heç bir dövlət yoxdur ki, ancaq bir millətdən ibarət olsun. Dünyada heç bir dövlət yoxdur ki, dünyada elə proses, milli ayrılış prosesi gedir. Amma ola bilməz ki, hər bölgəni ayrıca bir dövlət kimi təsəvvür edəsən. Azərbaycanın müəyyən sərhədləri var.